Bismillahirrahmanirrahim. Tarixdə belə qeyd olunur ki, İmam Həsən əleyhissalam Mədinədən Kufəyə səfər etdikdə Əqəbə vadisinə gəlib çıxır və İmam Sadiq əleyhissalamdan və digər mühəddislərdən nəql olunana əsasən İmam bu vadidə, bu məntəqədə, Əqəbə vadisində, məntəqəsində bir yuxu görür və həmin yuxunu İmam Həsən əleyhissalam belə qeyd edir ki, mən özümü məqtul gördüm, özümü qətl olunan halda gördüm. Çünki yuxumda bir neçə itin mənə hücum çəkdiyini gördüm və onların ən şiddətlisi, onların ən çox hücum çəkib dişləmək istəyəni isə ala rəngli bir it idi. Əlbəttə bu da Şimr bin Zülzövşən lənətullah əleyh olaraq ki, İmam onun simasını it olaraq görmüşdü. Mərhum Şeyx Müfid rəhmətullah əleyh və digərləri qeyd edirlər ki, öz kitablarında Əkrəmi qəbiləsindən olan bir nəfər Əmr bin Lavzan adlı bir şəxs İmam Həsən əleyhissalama bu məntəqədə qarşılaşırlar, yəni Əqəbə məntəqəsində qarşılaşırlar və İmamdan, Həzrət İmam əleyhissalamdan Əmr bin Lavzan soruşur ki, hara getmək istəyirsən? Qəsdin hara getməkdir? İmam Həsən əleyhissalam buyurur ki, mən Kufəyə doğru gedirəm. Kufəyə doğru getmək istəyirəm. Bu halda Əmr bin Lavzan İmam əleyhissalama belə deyir ki, Allaha xatir geri dön, getmə. Bu səfərdə səni yalnız onların qılınc və nizələri qarşılayacaq, başqa bir şey görməyəcəksən. Əgər onlar hazırlıqlı olsalar və həqiqətən sənin hər yöndən hazırlıq içərisində olsalar, o zaman gedərsən. Bir halda ki, sənin də bildiyin kimi bu şərtlər onlarda yoxdur və onların yalnız qılınc və nizələri sənə qarşıdır. İmam əleyhissalam buyurur ki, bu şəxsin müqabilində cavab verir, yəni Əmr bin Lavzanın Əkrəmi qəbiləsində olan şəxsin müqabilində cavab verir və İmam buyurur ki, ey Allahın bəndəsi, sənin anladığın və idrak etdiyin məsələni mən də bilirəm. Yəni mən də idrak edirəm və mən də bilirəm ki, sən deyən kimidir. Mən də bunu anlayıram. Amma Allahın təqdir etdiyi şeyi dəyişdirmək mümkün deyil. Yəni Allahın təqdir etdiyi şey dedikdə İmam Həsən əleyhissalam bilir ki, onun qanının tökülməsi ilə bu Allahın dini baqi qalacaq. Onun qanının tökülməsi ilə babası Həzrət Rasulullahın şəriəti dəyişməmiş qalacaq, təhrifsiz qalacaq və bu yol yalnız İmam Həsən əleyhissalamın şəhadətindən keçir, onun əshabından keçir və İmam Həsən əleyhissalam da bunu nəzərdə tutur. Yəni, dinin baqi qalması, dinin təhrif olunmaması, dinin sabit qalması İmam Həsən əleyhissalamın şəhadətindən keçir və İmam Həsən əleyhissalam da bunu qeyd eləyərək cavab verir ki, Allahın təqdir etdiyi şeyi dəyişmək mümkün deyil. Və sonra İmam sonda belə buyurur ki, bunlar qanımı tökmədikcə məndən əl çəkməyəcəklər. Amma bu cinayəti işlədikdən sonra Allah Taala onlara elə bir nəfəri, elə bir rəzil və həqir bir kimsəni onlara musallat eləyəcək ki, hətta bütün insanlar daha zəlil və daha alçaq olacaqlar. Yəni onlar bütün insanlardan belə daha bir zəlil vəziyyətdə olacaqlar ki, bu da Həccac ibn Yusifin lənətullah əleyhin gəlişi ola bilər ki, İmam Həsən əleyhissalam onu nəzərdə tutur ki, tarixdə siz özünüz də araşdırsanız, tarixdə Həccac ibn Yusifin kim olmağı, Mərvanilərin sərkərdəsi olub Həccac ibn Yusif və Əhl-i Beyt əleyhissalama, Əhl-i Beyt ailəsinə qarşı hansı kəskin mövqe tutduğu barəsində tarixdə bu rəzil şəxs daha məşhurdur və
o zaman Kufədə hansı bir işlər, hansı bir cinayətlər, hansı bir rəzil işlərə əl atdığını İslam tarixinə və yaxud da ümumiyyətlə o zamanın tarixi barəsində hər kim araşdırsa, axtarsa, bu barədə bir çox məlumatlar əldə eləyə bilər. Allah bütün müsəlmanları hifz eləsin və İmam Hüseyn əleyhissalamdan ayrı salmasın.